Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən 15 nəfər Ermənistan vətəndaşının ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi müdafiə tərəfinin çıxışları ilə davam eləyir. Gurgen Stepanyanın hüquqlarını qoruyan müdafiəçiləri Zümrüd Səmədova və Rafiq Kərimov çıxışlarında məhkəmədən təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etdilər. Zümrüd Səmədova bildirdi ki, təqsirləndirilən şəxs elan edilmiş ittihamlarla bağlı özünü təqsirli bilmir. Xatırlatdı ki, ittiham tərəfi çıxışında təqsirləndirilənin qəti olaraq 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını xahiş edib. Müdafiəçi bildirdi ki, Gurgen Stepanyan məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi kimi 2005-2007-ci illərdə Hadrutda müddətli həqiqi hərbi qulluqçu kimi hərbi xidmət edib. 2023-cü ildə döyüş postuna aparılıb. Sentyabrın 19-da mövqeyini tərk edərək Xankəndi şəhərinə qaçıb. Yolda Azərbaycan hərbiçiləri ilə rastlaşıb və onlara təslim olub. Vəkil müdafiə tərəfi olaraq hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməlidir, dedi. Təqsirləndirilən Vasili Beqlaryanın vəkili Əzizağa Qafarov hüquqlarını müdafiə etdiyi şəxsin həm ibtidai, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilmədiyini dedi. Qeyd etdi ki, o da müdafiəçi kimi Vasili Beqlaryanın ittiham olunduğu cinayət əməllərinin törədilməsində təqsirli olmadığını hesab edir. Təqsirləndirilən şəxsin ittihamda qeyd olunan hadisələrlə hər hansı formada birbaşa və ya dolayı əlaqəsi yoxdur. Vasili Beqlaryan 2022-ci ildə Xankəndidə yerləşən hərbi birləşmədə müddətdən artıq hərbi qulluqçu, əskər kimi 3 il müddətinə müqavilə imzalayıb. Bir neçə dəfə Kəlbəcər istiqamətində yerləşən döyüş mövqeyinə göndərilərək orada silahlı növbətçilik çəkib. Həmin dövrdə onun xidmət keçməsi könüllü xarakter daşısa da, bu onun iş tapa bilməməsi, müqavilə əsasında əmək haqqı alması məqsədi ilə baş verib. Müdafiəçi dedi ki, qeyd olunan fakt təqsirləndirilən şəxsin ifadəsi ilə də sübuta etirilir. Vəkil Əzizağa Qafarov Vasili Beqlaryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edildiyi cinayət işi üzrə əməlində cinayət tərkibinin və cinayətin törədilməsində aidiyyətinin olmamasına, həmçinin təqsirinin sübut edilməməsinə görə barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Arkadi Qukasyanın müdafiəçiləri Pərvanə Qasımova və Nailə Tağıyeva da hüquqlarını qoruduqları təqsirləndirilən şəxsin cinayətkar birliyin üzvü olmadığını, onun heç bir hərbi əməliyyata rəhbərlik etmədiyini, zorakılıq törətmədiyini, vətəndaşların hüquqlarını pozmadığını vurğulayaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdilər. David Manukyanın müdafiəçisi Valeh Qurbanov təqsirləndirilən şəxsin ittiham olunduğu maddələrlə özünü təqsirli bilmədiyini dedi. Bildirdi ki, David Manukyan hərbiçi olub və hərbi təlimatlar əsasında fəaliyyət göstərib. O, əvvəllər Qarabağda mövcud olmuş rejimin dırnaqarası ordusunun ştat siyahısında olub və maaş alıb. Onun üzərinə hərbi təlimatlarla müəyyən vəzifələr qoyulub. David Manukyan həmin vəzifələri icra etmək məcburiyyətində olub. Onun üzərinə qoyulan vəzifələr özünün də dediyi kimi döyüşə hazırlıq, yəni siyasi seminarlar, təlimlər keçmək xarakteri daşıyıb. Vəkil David Manukyanın barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. David Babayanın vəkili Çingiz Mansurov da təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Bildirdi ki, David Babayan 1998-ci ildən diplomatik xarakterli işdə fəaliyyətə başlayıb. O, könüllü şəkildə təslim olub. Müdafiəçi David Babayanın ona qarşı irəli sürülən ittihamlarla da özünü təqsirli bilmədiyini söylədi. Madat Babayanın vəkili Leyla Namazzadə hüquqlarını müdafiə etdiyi şəxsə 1991-ci il noyabrın 20-sində Xocavəndin Qarakənd kəndi yaxınlığında içərisində Azərbaycanın dövlət xadimlərinin olduğu vertolyotun vurulması, həmçinin digər epizodlar üzrə bəraət verilməsini xahiş etdi. Bildirdi ki, Madat Babayan həmin dövrdə Ağdərə və Tərtər istiqamətində postlarda xidmətdə olub. Odlu silahdan canlı hədəflərə atəş açmayıb, yalnız açıq havaya atəşlər açıb. O, 2023-cü ilin sentyabrında antiterror əməliyyatı zamanı Ağdərənin Qozlu Körpü kəndi ərazisində tərk silah edilməklə saxlanılıb. Həmin vaxt onun üzərində aparılan axtarış zamanı avtomat silah və patron darağı aşkarlanaraq götürülüb. Madat Babayan faktiki olaraq heç bir real və aktiv hərəkatlarda iştirak
iştirak etməyib. O istintaqda səmimi ifadə verib. Məhkəmə istintaqı zamanı da həmin ifadəsini 2 dəfə təsdiqləyib. Madat Babayanın verdiyi səmimi ifadə və iti yaddaşı nəticəsində Xocalı ərazisində onun birbaşa göstərdiyi nöqtələrdən Xocalı soyqırımı zamanı qətlə yetirilənlərin cəsədinin qalıqları aşkarlanaraq şəxsiyyətləri müəyyənləşib və ailələrinə təhvil verilib. Madat Babayan Xocalı hadisələrində iştirak etsə də heç kimi öldürməyib və mülki şəxslərə atəş açmayıb. Vəkil dedi ki, təqsirləndirilən şəxs sıravi əskər kimi xidmət eləyib. 1991-1994-cü illərdə Azərbaycan xalqına qarşı etnik təmizləmədə, o cümlədən Xocalı hadisələrində azərbaycanlılara verilən işgəncələrə yalnız şahidlik etdiyindən səmimi peşmandır. Buna görə Azərbaycan xalqından və Azərbaycan Respublikası prezidentindən üzr istəyir. Müdafiəçi göstərilən epizodlar üzrə Madat Babayanın barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Vəkil Elnur Vəliyev də Leyla Namazadənin çıxışı ilə razılaşdığını dedi. Qeyd edək ki, bundan əvvəl dövlət ittihamını müdafiə edən prokurorlar çıxışlarında təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların məhkəmə istintaqında tədqiq olunarkən sübutlarla tam təsdiqini tapdığını bildiriblər. Məhkəmədən təqsirləndirilən Arayik Harutunyan, Lyova Mnazakanyan, David Manukyan, David Babayan və David İşxanyanın ömürlük, Arkadi Qukasyan, Bako Saakyan, Madat Babayan və Melikset Paşayanın 20 il, Qarik Martirasyan 19 il, David Allahverdiyanın 18 il, Levon Balayanın 17 il, Vasili Beqlaryan, Gurgen Stepanyan və Erik Qazaryanın 16 il müddətinə azadlıqdan məhrum olunmasını xahiş ediblər. Bildirilib ki, təqsirləndirilən Arkadi Qukasyan, Bako Saakyan və Madat Babayanın ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətlərin törədilməsində itham olunmalarına və həmin ithamların məhkəmə istintaqında sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxslər 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi mümkün deyil. Məhkəmə prosesi dekabrın 4-də müdafiə tərəfinin çıxışları ilə davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının, vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçilik əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış. Həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözü gedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.